Mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dən 21-ə qaldırılıb. Yeni Sabah az məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət Məcəlləsində və xidməti və mülki silah haqqında qanunda dəyişiklik edilməsi haqda qanunu imzalayıb. Dəyişikliklə qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, eləcə də odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlamaq, daşıma və ya gəzdirmə 2 ilədək müddəti islah işləri və ya 2 ildən 3 ilədək müddəti azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddəti azadlıqdan məhrum etməklə cəzalandırılır. Qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs mütəşəkkir dəstə tərəfindən törədildikdə, yenidən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ildən 5 ilədək müddəti azadlıqdan məhrum etməklə cəzalandırılır. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla partlayıcı maddələri və qurğuları satma 4 ildən 8 ilədək müddəti azadlıqdan məhrum etməklə cəzalandırılır. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla partlayıcı maddələri və qurğuları satma qabaqcadan əlbir olan bir qrup şəxs mütəşəkkir dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, yenidən törədildikdə, mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 11 ilədək müddəti azadlıqdan məhrum etməklə cəzalandırılır. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab edilən ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla 320 saatdan 400 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Ancaq bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.